Salam, mən ortodonti uzmanı doktor Hayal Akbulut. Bugün sizlərə ortodontiya haqqında qısaca məlumat vermək istəyirəm. Ortodontiya diş və çənə qüsurları ilə ilgilənən diş hekimliyinin uzmanlıq dalıdır. Dişlərdəki əyriliklər, dişlər arası boşluqlar, diş və çənə qüsurları, çənələrin kəndi arasında uyumsuzluqları ilə ilgilənən bir ana bilim dalıdır. Onları təşxis və tədavisi ilə məşğuldür. Bir çox insan düşünür ki, ortodontiya sadəcə estetik amaçlı uygulanmaqdadır. Əslində estetiklə bərabər funksional problemləri də tədavisində böyük önəm daşımaqdadır. Belə ki, diş-çənə qüsurlarının, özəlliklə diş əti xəstəliklərinin, çeynəmə funksiyonlarının, çənə oynaq problemlərinin müalicəsində önəmli rol alır. Ortodontiya hansı yaşlarda uygulanır? Ortodontiya hər yaşda uygulana bilməkdədir. Çocuk, gənc, erişkin fərq etməz. Bütün xəstələrimizə ortodontiya uygulaya bilirik. Ortodontiyanın çocuklarda erkən müayinəsi özəlliklə önəmlidir. Çünki uşaqlarda olan erkən təşxis iləride oluşa biləcək çox ortodontik problemlərin, çənə ekləm problemlərinin qarşısını ala bilməkdədir. Erişkin xəstələrdə, böyüklərdə isə estetik tədavilərlə daha estetik, konforlu müalicə seçənəkləri bulunmaqdadır. Bunlardan lingual braketlər, estetik braketlər və ya şəffaf plaklar bu ortodontik estetik tədavilər içərisində yer almaqdadır. Ortodontiya tədavi süreci xəstəyə görə dəyişməkdədir, yəni xəstəyə özəldir. Yapılan müayinələr əsnasında biz bəzi görüntüləmə texnikləri ilə xəstəyə hansı tədavi uyğundur, hansı müalicə seçənəkləri uyğundur, ona görə bir tədavi planı hazırlanır və tədavi sürəsincə xəstə bəlirli bir aralıqlarla gələrək düzənli kontrollərlə xəstənin dişləri və çənəsi ideal konuma getirilir. Siz də ortodontiya haqqında daha fazla bilgi edinmək və ya müayinə olmaq istərsəniz klinikimizlə iletişimə keçə bilirsiniz.